Salam dəyərli izləyicilər. Bugün uşaqlarla son dərsimizdir. İkinci zonanın şagirdləri ilə, əyani qrupumuzdan son dərsimizdir. Bugün dərs keçməyəcəyik. Çünki mən lap əzəldən demişəm, son dərs günü deməli, dərslə məşğul olmuruq. Sadəcə bugün bilməm nə edəcəyik. Uşaqları yəqin ki filmə baxarıq ya da ki başqa bir şey eləyərik. Bugün uşaqlara kiçik hədiyyələr almışam belə. Görünəcək yoxsa yox. Burada bir dənə də adsız qəhrəmanımız var. Adı bilmirəm. Ya siyahıdan adını tapa bilmədim. Ya da elə bir uşaq yoxdur. Uşaq olmasa özümə qalacaq. Birazdan gələcəklər təxmini bir saat neçədir indi. 40 dəqiqəyə gələcəklər. İnşallah yaxşı nəticə göstərərlər. Çox ümidliyəm hər birindən. Hər birinin də xətrini çox istəyirəm. Bəzilərindən davam eləyəcəyik. Bəziləri artıq gedir, çünki 3-cü qrupdular əksəriyyəti. Bir hissəsi də belə deyim. Bir hissəsi isə 4-cü qrup var mı bilmirəm. Yadımda deyil. Amma 3-cü qrup dəqiq var. 1-ci və 2-ci qruplar qalacaq, onlarla davam eləyəcəyik. İlin sonunda onlardan bir də savallaşacaq. Yəqin ki, bu videonu uşaqlar siz ya axşam görərsiniz, ya da ki, sabah görərsiniz. Çalışacağım axşam görəsiniz. Ümid edirəm sizin üçün də maraqlı olur. Hələ ki, videonu saxlayıram. Uşaqlar, hamınıza kiçik bir dənə hədiyyəm var. Məndən xatirə saxlaya bilərsiniz. İndi tam xatirə saxlanacaq şey deyil. Biraz... Ya. Yeniləcək bir şeydir. Bu Nərgiz sənindir. Hamıya tək-tək şey eləmişik. Bu kimdir? Adını Məhəmməd Aslanov. Buyur. Hə, uşaqlar, hamısını tək-tək oturub yazmışam. Spesifik olaraq. Bəli, bunlar adlarınızın üstünə yazmışam ki, fərqləndirə bilim. Bu kimdir? Həzondan demiş olur. Zeynalov hanım? Buyur. Sənindir. Uşaqlar, sabahki imtihanda qətiyyən həyəcanlanmırsınız. Yaxşı. Boş şey deyil. O qədər önəmli bir şey deyil. Yox. Önəmli bir şey deyil. Dərya bu sənindir. Hər zaman uşaqlar nəticə göstərmək üçün şansınız olacaq. Həmişə. Səidə bu sənindir. Bu kimindir? Mehriban xanım. Mehriban xanım, bu bizim Mehribandır. Sərraf, buyur. Kimsə yadımdan çıxmayıb, ümid edirəm. Sakit. Buyur. İlknur. Buyur. Çalışmışam ki, uşaqlar, rənglərdə spesifik eləyim. Gedib, sədərəkdə mağaza qoymamışam. Rəvanə. Buyur. Bu kimdir? Fatıma hansı Fatımədir? Manaf bəy. Otur. Bir dəfə durma. Buyur. Sonra xanım. Bizim 10-cu sinifimiz. Bu Fatımə sənsən. Buyur. Bol uğurlar imtihanında sana. Yaxşı çəkin uşaqlar. Qoyun cəmaət müəllim görsün. Arzu xanım. Buyur. Sən də çəkirsən. Səma, bax, al. Çəkirsən, yap. Deməli, bizim yatıb qalan şagirdimiz Səma. Buyur. İlahə. Gəlib. Güllü. İnşallah ki, kimsə yaddan çıxmayıb. Buyur. Zeynəb. Zeynəb hanım? Ha. Zeynəb. Kənan. Üzünü görmədiyimiz Kənan. 7 aylıq yolculuq bitir bugün. Hər birinizlə, əksəriyyətinizlə. Nə olur olsun uşaqlar, hər birinizin xətrini çox istəyirəm. Hər birinizin xətri mənim üçün əzizdir. Riyaziyyatı sevsəz də, sevməsəz də, hər birinizin xətri mənim üçün çox əzizdir. Ümid edirəm ki, bundan sonraki həyatınızda da fərqi yoxdur. Hansı ixtisası, hansı sahəni seçəcəksiniz, fərqi yoxdur, qəbul olacaqsınız və yaxud da yox. Önəmli şeylər deyil bunlar uşaqlar. Nə universitet. Olsa təbii ki, yaxşıdır, amma olmasa da dünyanın sonu deyil. Hər zaman cəhd eləyə bilərsiniz, hər zaman. Bu il olmasa növbəti il. O olmasa növbəti il. Yəni, hər zaman çalışıb əldə eləyə bilərsiniz o universitet. Yəni, əksərən uşaqlar
İmtahandan çıxanda ben özüm biraz pis hiss edir, pis yazanda. Nəyə baxsın? Hə. Uşaqlar, narahat olmayın. Hamı o imtahandan verib. Siz də vermisiniz, siz də verəcəksiniz sabah. Sizdən öncəkilər də verib. Sizdən sonra da hər il 100-150 min uşaq imtahan verəcək. Yəni qeyri özəl belə bir imtahan deyil. İnşallah ki, əminəm ki, çalışanlar, zəhmət çəkənlər öz qarşılığını alacaq bu zəhmətin. Nə olur olsun inşallah, heç bir zəhmət qarşılıqsız qalmır. Mütləq şəkildə onun qarşılığını alacaqsınız. İstəyir indiki çalışmağınız, istəyir gələcəkdəki iş həyatınızda və yaxud da universitet həyatınızda fərqi yoxdur. Nə olur olsun, hər zaman çalışın. Bir şeyi çalışmadan əldə eləmək mümkün deyil. Bəlkə şansınız gətirər, nəyisə əldə eləyərsiniz, amma o heç vaxt daimi olmaz. Hər zaman uşaqlar çalışın ki, bir işə tətbiq elədiyiniz və yaxud da fərq eləmir, bir zəhmət qoyun ki, qarşılığını ala biləsiniz. Çalışmadan uğur olmaz. Nə olur olsun, hər zaman çalışın. Siz çalışdıqca uşaqlar, ola bilər ki, ilk cəhdinizdə bacarmazsınız, amma əmin olun ki, əvvəlki vəziyyətinizdən daha yaxşı olacaqsınız. İkinci dəfə cəhd eləyəndə daha yaxşı olacaqsınız. Amma mütləq ki, cəhdlərinizin birində bacaracaqsınız. Mütləq ki, cəhdlərinizin birində istədiyinizi əldə eləyə biləcəksiniz. Bundan heç şübhəm yoxdur. Amma uşaqlar, bunu da deyim, biraz mənfi tərəfini də deyim. Səsim var. Çalışmadan, gözləmədən, uşaqlar, çalışmadan uğur qazanmaq olmaz. Bunu unutmayın. Yəni, oturub gözləməklə, nə bilim, bəlkə bu cümlə çoxunun xoşuna gəlməz, dua eləməklə uşaqlar bir şey olmaz. Cəhd eləməlisən, sonra dua eləməlisən. Cəhd eləməlisən, çalışmalısan, ondan sonra dua eləməlisən, ondan sonra istəməlisən. Çünki Allah belə, yəni, zəhmət çəkməyənlərə bir şey eləməz. Aydındır, bizim bir sözümüz var, səndən hərəkət, məndən bərəkət. Yəni, o boşuna deyil də, uşaqlar, sən hərəkət eləməlisən ki, bir şey gəlsin. Yəni, sabahki imtahanda da hər birinizə bol-bol uğurlar. Yəni, qətiyyən şübhəm yoxdur ki, hər biriniz tələbə olacaqsınız. Bir neçə aydan sonra artıq tələbə olacaqsınız. Mənim, indi burada hələ ki buradayam, amma şəhərdə də olacam, Nərmanovda olacam. Tələbə olanda istədiyiniz zaman ziyarət eləyə bilərsiniz. Nəsə lazım olsa da ziyarət eləyə bilərsiniz. Bir, belə deyim, müəllim kimi, çox da yaş fərqimiz yoxdur, böyük qardaşınız kimi hər zaman, hər mənada dəstək olmağa hazıram hər biriniz. İnşallah ki, sabahki imtahanda mən də orada olacam, sizi yola salacam. İndi 3 məktəbdə səhv etmirəmsə, 3 məktəbin üçündə olacaq. 2 məktəbsə, 2 məktəbin ikisinə də gələcəm. İkisində də olacam, hər birinizdən görüşəcəm. Qətiyyən uşaqlar, həyəcanlanma olmur, narahat olmursunuz. İmtahandan qabaq çətinlik çəkdiyiniz bir şey varsa, mövzular varsa, imtahana girmədən öncə oxuyursunuz, bildiniz. Məsələn, düsturlar ola bilər də, riyaziyyatdan unudursunuz. Cəmin hasilə çevirmə və yaxud da hasilin cəmə çevirmə düsturlar. İmtahandan qabaq oxuyursunuz, girən kimi gedib onu kitabçaya yazırsınız. Bildiniz. Çünki imtahan 3 saatdır, 3 saatin içərisində o qədər psixoloji təzyiq olacaq üstünüzdə. Həm həyəcanlanacaqsınız, həm tələsəcəksiniz, o, bu. Müəyyən düsturları unuda bilərsiniz. Ona görə çalışın ki, o çətinliyi çəkdiyiniz düsturları qeyd eləyin. Lazım olanda istifadə eləyərsiniz. Lazım olmasa da itirəcəyiniz bir şey yoxdur. Maksimum 15 saniyə. Aydın da. Başqa uşaqlar, imtahanda vaxtınızı düzgün bölüşdürün. Bir sualın üzərində ilişib qalmayın. Yəni, riyaziyyatdan gəldiyiniz sualların hər hansısa birindəsə bilirsiniz ki, yaza bilərsiniz, amma sualda ilişib qalmayın. 3 saniyə, maksimum 20-30 saniyə bir dəfə cəhd eləyin. Aydındır uşaqlar. Bir dəfə cəhd eləyin. Yaza bilmədinizsə, ev yoxdur, onu saxlayın. Keçin digər suala. Siz vaxt fərqində olmursunuz, amma normalda hazırlıqda vaxt sürətli getməsə də, imtahanda vaxt çox sürətli gedir. Sən bir suala baxırsan, 2-3 dəfə cəhd edirsən, fərqində olmasınız belə 5-6 dəqiqə vaxt gedir. Hər suala 5-6 dəqiqə uşaqlar vaxt itkisidir. Siz 11 sual üçün fərqində deyilsiniz, amma siz 10-15 suala 5-6 dəqiqə vaxt sərf edin, 1 saat yarım vaxt edir. Və sonra bir daha ayılırsınız ki, artıq vaxt bitir. Yəni, dediyim kimi, sualların üzərində dirəşib qalmıyor. Ev yoxdur da, bir dənə sual yazın. Başa düşdünüz. Amma bir suala görə 5-6 sualda əlavə etdirmə. Bildiniz? Və bilin ki, 25 sual düşəcək sizə riyaziyyatdan. O 25 sualın 2 dənəsi çətin olacaq. Yəni, siz kitabçanı açanda, o 2 dənə çətin sualı görəndə həyəcanlanmayın. İndidən bilin ki, 2 dənə çətin sualınız var. Bildiniz? Onu bilib, qəbul edib, özünüzü psixoloji ona hazırlayıb gedin imtahana. Ki, sual gördünüz, bilin ki, 2 dənə sual vardı, onsuz.
Yaza biləcəyiniz suallar olacaq yenə də. Amma biraz çox əziyyət tələb eləyəcəkdir o 2 sual. Amma yerdə qalan suallar hamısını yaza biləcəksiniz. Burada yazdığımız sualların bir dənəsi kənar sual olmayacaq orada. Bildiniz? Hələ biz daha çətin suallar işləmişik. Yəni bəlkə də uşaqlar, elə təkcə bizim sınavlarımızda 2500-dən artıq sual işləmişik. Ki qaldı toplu, o bu kənar vəsaitlər. Yəni bu il bəlkə də uşaqlar bir 10 minə yaxın ümumilikdə test işləmiş. Cəmi 25 dənə sual düşəcəksiniz. Bildiniz? Yəni uşaqlar, əmin olun ki, diqqətli olsaz, hesab səhv eləməsəz, yəni 25 yaza bilərsiniz. 25 yaza bilərsən Məhəmməd. Bildin? Amma diqqətli olsun. Hər biriniz. Yaxşı uşaqlar, sizə inanıram. İnşallah birinci özünüzün, sonra valideynlərinizin, ən axırda da mənim üzümü ağ eləyərsiniz. İnşallah ki, eləyəcəksiniz. Bu il çox zəhmət çəkmişik. Siz də çox zəhmət çəkmişsiniz. Bəziləriniz yatıb qalırdı, gəlmirdi. Amma ümumilikdə çox zəhmət çəkmişsiniz. Tək sənə deyil, yatıb qalan çox idi. Ham səmaya baxır, elə deyil. Yatıb qalan çox idi. İnşallah ki, uşaqlar, bu bir il bəzilərinizdən də keçəndən tanışam. Çox gözəl, fərqli bir il oldu mənim üçün. Unutmayacağım şagirdlərdənsiniz. Hər zaman dəyərli olacaqsınız, hər zaman dəyərli qalacaqsınız. Unutmayın ki, hər zaman da dəyərlisiniz uşaqlar. İmtahan nəticəsi pis də olsa, yaxşı da olsa, nə olur olsun, hər zaman dəyərlisiniz. Birinci özünüzə bunu aşılayın. Kimlənsə sabah universitetə girəcəksiniz, nə bilim universiteti bitirəcəksiniz, iş yerinə girəcəksiniz. Hər zaman özünüzə dəyər verin ki, iş yerində də, nə bilim təhsil həyatınızda da, iş həyatınızda da sizə dəyər versinlər. Siz özünüzü dəyərsiz görsəz, hamı da sizi dəyərsiz görəcək. Hər zaman öz güvənli olun, özünüzə dəyər verin. Geri qalan şeylər onsuz da gələcək uşaqlar. Bax, öz güvənli olmaq, bir də çalışmaq. Bu ikisi olsa, uşaqlar hər şey əldə eləyə bilərsiniz. Əldə eləyə bilməyəcəyiniz heç nə yox. İstəsən gedib Elon Musk qədər pul qazana bilərsin. Bəlkə onun qədər olmaz, o biraz şans işidir. Amma hər halda uşaqlar, öz güvənli olmaq, bir də çalışmaq. Nə olur olsun, bu ikisi olmalıdır. Hamıya bir dənə vərəq verəcək. Bunu uşaqlar sizdən ömürlük saxlayacaq. Bildiniz? Yəqin siz dolar saxlayarsınız. Ömürlük saxlayacağım. Ya da ki, buradan çıxıb kimsə sizi bilir yatır. Zarafat edirəm uşaqlar, bilirəm ki, eləməz. Hazırlıq gününüzü, elə bir sınav yazırıq da. Ad soyad yazırsınız. Hazırlıq gününüzü, məsələn, 1-ci gün, 4-cü gün, 12:00, nə bilim 10:00, neçə qrup, hansı qrupdansızsa, tarixi yazırsınız. Hətta saatı yazın, bildiniz. Saat neçə? 10:36. Saatı yazın, bir də imzalayın. Sizdən saxlayacağım onu. Qəşəng səliqəli yazırsınız, qara da olsa olur, ev yoxdur, o da səhv də gözəl bir şey uşaqlar. Səhvlər, insanı gözəl eləyən şeylərin biri də onun səhvdir. Səhvlər belə qalsa, qəşəng. Buyurun. Müdaxilə eləməyəcəm uşaqlar, soya da bilərsiniz. Səidə. Sonra? Dərya. Bir də. Nərgiz. Bir də. Rəvanə. Tapmadım. Doğrudan. Səma. Abi Səma deyil, bir də kimdir? Bir də. Aa, bu şimdi. Mehman. Kim sensin? Aa, tapa bilmədim. Fatıma səni tapa bilmədim. Hə, növbəti. Xanım. Səma. Salam mənim. Fatimə. Rəqibə. Güllü. Güllü. Müəllim. Arzu təbii ki. Dərya. Dərya təbii ki. Sakit. Məhəmməd Zeynalov. Məhəmməd Aslanov. O nə səsi tutaq?
Bir de Salam müəllim. şimdi Manav. Yo, Sərraf. Manavdır da Manav. Müəllim bana da səsini eşitməmişsiniz. Səhv dedi. Səhvdir. Bir dəqiqə kim var ki başqa orada? Bir də deyil. Siz içsiniz, biz değilse çıngal tutar. Çıngal. Ay, 4 tane ablam var da kim olacak? Məhəmmədləri dediyim Sərraf. Aa, Zeynalov. Zeynalov Məhəmməd. Mən elədim bayaq dedim onu. Salam müəllim. Sərraf. İdmançı. Salam müəllim. Bir də Salam müəllim. Manav. Salar. Manav. Müəllim. Nərgiz. Bir də Nərgiz. Zeynəb. Sağ ol müəllim. Nərgiz. Bu kimdir Nərgiz deyə deyirdi. Mehriban. Nərgiz yaman çox adını çəkirəm. Can çıxdı da. Rəvanə. Düz tapdın? Şükür. Sağ olun. İlknur. İlknur. Bu şimdi. Bir də Salam müəllim. Qonşu. Zeynalov Məhəmməd. Bayaqdan gələn kim idi bəs? 2 dəfə gəldi. Bayaqdan. Nərgiz. Salam. Sakit. Salam müəllim. Qonşu. Səmadır deyəsən. Səmanın 2 versiyonu. Bir də